Salam, mən Səadət. Sizə kimya və biologiya fənnini tədris edəcəm. Bu gün isə biologiya yeni 7-ci sinif dərslikdən mövzu 1.7-ci olan ixtisaslaşmış hüceyrələr mövzusunun tapşırıq izahına baxacağıq. Elə isə keçid edək tapşırıqlara. Düşün, müzakirə et, paylaş hissəsinə baxaq. Niyə tük-tükçüyündə xloroplastlar yoxdur? Bunun cavabını yazılı şəkildə yazım. Sizə hər dəfəsində xatırlatmışam, yenə də xatırladım ki, görmə yaddaşı, eşitmə yaddaşı və yazılı yaddaş bir yerdə olduqda əldə etdiyimiz məlumat bir dəfəlik yadımızda qalır. Daha doğrusu uzun müddət yadımızda qalır. Yazdım. Deməli, kök tükçülərində xloroplast yoxdur. Çünki onlar işıq görmürlər və fotosintezlə məşğul olmurlar. Onların əsas işi torpaqdan su və mineral maddələri bitkiyə ötürməkdir. Bunu oxudunuz, başa düşdünüz. Onsuz da dərsdə var. Mən sizə kömək edirəm ki, ümumiləşdirirəm ki, siz bunu yazasınız. Öyrənmək məqsədi ilə əlbəttə ki. Keçək öyrəndiklərinizi tətbiq edin. Öyrəndiklərinizi tətbiq edin. Leyla Oraqvari anemiya xəstəliyinə əziyyət çəkir. Belə insanlar tez-tez yorğunluq və nəfəs darlığı hiss edirlər. Müzakirə edin. Sizcə bu insanların halsızlıqdan şikayətinin səbəbi nədir? Burada şəkildə də görürük ki, verib ki, normal eritrosit bu. Bir də verib anemiya xəstəliyinə əziyyət çəkən insan eritrositi. Bunu da belə. Burada görürük ki, suala cavablandıraq indi. Normal ümumiyyətlə biz məntiqə uyğun cavablayaq. Görürük ki, normal eritrosit A ilə verilib. Baxın burada da işarə edilib. A ilə verilib. Görürük ki, bunun sahəsi. Baxın çoxdur sahəsi. Bunun sahəsi isə azdır. Əlbəttə ki, bu az ömürlü olacaq, eritrositlər fərqlidir deyə az ömürlü olacaq və nəticədə toxumaları kifayət qədər oksigen daşıya bilməyəcək, özündə daşıya bilməyəcək. Bunun sahəsinə baxın, bir də bunun sahəsinə baxın. Görürsünüz, bu böyüdür, bu kiçikdir. Ona görə də biz əlbəttə ki, A olanda, yəni normal olanda daşınma normal olacaq, oksigen normal çatacaq, onda da halsızlıqdan, nəfəs darlığından əziyyət çəkməyəcək insanlar. Deməli, cavabımız halsızlığın əsas səbəbi eritrositlərin fərqli forması və az ömürlü olması nəticəsində toxumalara kifayət qədər oksigen daşınmamasıdır. Bu cavab olacaq. Keçək öyrəndiklərinizi yoxlayın. Öyrəndiklərinizi yoxlayın. Burada mən sizin üçün cədvəldə yazmadım. Çünki orada yerləşməz və görməzsiniz. Ona görə ayrı hazırladım, yazdım yuxarıda. Öyrəndiklərinizi yoxlayın. İxtisaslaşmış hüceyrələrin hansı xüsusiyyətləri onlara öz funksiyalarını yerinə yetirməyə imkan verir? Burada gördüyünüz kimi cədvəl formasında verilib. Baxın. Yəni burada deyiblər ki, qeyd elə. Siz də hətta dəftərinizə çəkib qeyd edə bilərsiniz. Belə. Nə yazacaqsınızsa, mənim yazdıqlarımı, bildiklərinizi, oxuduqlarınızı yazacaqsınız. Amma ki, mən sizin daha rahat görməyiniz üçün onu qıraqda böyük bir şəkildə yazdım ki, oxuyub görüb biləsiniz. Daha rahat anlayasınız. Deməli, baxaq birinci. İxtisaslaşmış hüceyrə verib 4 dənə neyron eritrosit, yumurta hüceyrə, spermatozoid. Deməli, neyrona yazmışam ki, baxın burada da funksiyası impulsları ötürmək. Xüsusiyyətləri cisim və çıxıntılardan ibarətdirlər. Elektrik siqnallarını qəbul edir və ötürürlər. Sonra keçək eritrositi. Onu da yazım, göstərim. Eritrositdə qeyd etdim. Funksiyası oksigen daşımaq, hemoqlobini daşımaq. Xüsusiyyətləri isə iki tərəfə basıq və disk formasındadır deyə qeyd edirsiniz. Keçək yumurta hüceyrəndə qeyd edim. Yumurta hüceyrəndə qeyd elədim. Funksiyası mayalanmadır, xüsusiyyətləri böyük ölçüldür, qida ehtiyatına malikdir. Hər birini öz xanasında yerləşdirirsiniz. Keçək spermatozoiddə yerləşdirək, yazaq, bununla da yekunlaşaq. Spermatozoiddə yazdıq. Funksiyası nədir? Yumurta hüceyrəsini mayalandırmaq, xüsusiyyətləri də qamçısı var, hərəkətlidir. Bunlar hamısı dərslikdə yazılır uşaqlar. Yəni, sizə nə maraqlı olsa, nə əlavəniz olsa, mən sizə qısa şəkildə, yəni dərsi ümumiləşdirməsini izah edirəm bu tapşırıqlar sayəsində. Elə bunları əsasları da, bunları bilməklə əslində KSG-lərdə, BSG-lərdə ən azından 60-70%-ni yaza bilərsiniz. Amma 100% yazmaq istəyirsinizsə, dərindən öyrənmək istəyirsinizsə və yaxud da gələcəkdə 4-cü qrupa yönələcəksinizsə, bu biologiya fənninin hər bir dərsliyini başdan oxuyun. Gələcəkdə sizə əziyyət olmasın. Elə KSG, BSG əsas sizdə artıq 7-ci sinifsiz. KSG, BSG-lər yaxınlaşır. Bəlkə KSG-lər artıq olur, bitir. Ona görə də siz bunlara odaqlanmalısınız ki, dərslərin əsas yerlərini konseptləşdirin. Hətta istəsəniz bu konseptləşdirməni mən sizə edib qısa şəkildə paylaşa bilərəm. Dərslər üçün, KSG-lər üçün, BSG-lər üçün. Bugünlük dərsimiz bura qədər. Gələn videolarda hansı dərslərin, test nümunələrin, tapşırıqların izahını istəyirsinizsə, şərh bölməsində qeyd etməyiniz kifayətdir. Gələn dərslərdə görüşənədək. Sağ olun.